Aleyküm dostlar, ne yaşayı çekirik zamanınızda və hamınız yaxşı olsun. Bu gün sizlərə göyərçin videosu çəkirik. Neçə gündə demişdim ki, demişdim ki, göyərçin almışım, təzə göyərçin videosu gələcək və təzə göyərçinin videosunu göstərirəm sizə. Və keçək videoya, let's go. Demək olsa quşu qoymuşam qutunun içinə, orada rahat incələyə bilək. Quşu çıxaraq qoy çölə, 5 dəqiqə gözləyin dostlar. Hə dostlar, quşumuz buradadır. Götürək. Quşumuz uçmasın çölə, tutaq. Hop. Quş dostlar budur. Şöyle gördüyünüz kimi. İndi incələyə qoy. Hə dostlar, quşumuz budur. Qara quyruqdur quş. Gördüyünüz kimi. Sayaq quyruqlarım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 quyruqdur. Gözü də belə dostlar, şöyle görürüz kimi. Qırmızıya çalan bir gözü var. Qənətlər də qənətdən kəsmişəm. Kəsmişəm nəci. Qənətdən düşən kəsmişəm gördüyünüz kimi. Şöyle. 2 qənət saxlamışam. Bu tərəfdə də 2 qənətdir dostlar gördüyünüz kimi. Kəsmişəm. Belə şöyle gözün dostlar. Görünəm buraya. Böyle boynu biraz qaradır yani. Qara çil. Belə çil bir heyvandır. Gördüyünüz kimi. Biraz vəhşi quşdur. Ayağını da görürsən, ayağı da çılpaq. Gözün olsan. Hə. Ayağı da çılpaq. Belə gördüyünüz kimi. Dolaq da nə dolaq, nə çılpaq. Yox, nə dolaq, nə də belə ayağı tüklü. Ayağı çılpaq dostlar. Üzüyünü taxmışam ayağına. Dürəni taxdım. Üzüyün. Bir quşun duruşuna baxarıq. Keçək dama. Quş belə də maşallah olsun. Dişi quş dostlar. Dostlar quş budur. Şöyle. Gördüyünüz kimi. 12 quyruqdur. Şöyle dostlar quşumuzu baxaq. Quşun duruşu budur. Dişi quşdur. Qara quyruq. Sinəsi də qara dostlar. Ağbaş deyək ona. Böyle çil, ayağı çılpaq. Maşallah olsun çəkili yoxdur. Dimdiyi də ucu dimdiyin qaradır. Gözləri qırmızıya çalan ağ basın bir də gözü var. Şöyle görürüz kimi quşun stoykası. Maşallah olsun 12 tüşdür. Hələ uçmağını görməmişim dostlar. Uçurmayacam da yəni. Buna bala vermək istəmişəm. Pasalaya vurmuşam bunu. Pasalaya kütə vurmuşam. Pasala hanı bir də görsən pasalaya. Dostlar belə pasalaya necə yaxşır dostlar. Belə ikisi yaxşır dostlar bir-birlərinə. Yoxsa bir də quş var, erkəkdir o da. Paçalı da erkəkdir bu da. Bu da yox, paçalı erkəkdir, bu dişi. Bir də quş var qara. Paçanın çeşillidir, ayağı tüşlü. Allah verdi, nətərsən. Demək dostlar, yaxşıdırlar. Şöyle görürüz kimi. Bir də quş var olsa qara. Sizin fikrinizdə ya paçalaya vurum, paçalıdan yaxşı balaq demək olar, yoxsa bu dostlar quş budur, erkək quşdur qara. Bunu da təzə almışam. Buna vurum dostlar, yoxsa paçalaya vurum cütə. Necə, hansından yaxşı bala çıxar? Bunun da gözü qırmızı dostlar. Ayağımın da çılpaqdır. Bu da çılpaqdır. Bunun ayağı çılpaqdır, qaranın ayağı çılpaqdır. Dolaq kimi ayağı var. Fikrinizi sizin də eşitmək istəyirəm. Allah verir. Çıx da Allah verir oğlum. Yersən yuvun buradır. Sizin də fikrinizi eşitmək istəyirəm. Görmək istəyirəm sizin fikrinizi də yaza bilərsiniz ora. Yorumlara yaza bilərsiniz ki, qaraya vurur, ya da paçalıya vurur. Sizcə hansından yaxşı bala verər? Yaza bilərsiniz onu. Şöyle. Görüşənin. Damın da vəziyyəti yaxşıdır. Şöyle yatıblar yumurtanın üstündə. Maşallah olsun. Görüşətdim. Şöyle görüşətdim. Aha. Dostlar belə yuvanın vəziyyəti yaxşıdır. Təmizləmədim yerdə. Vaxtım olmadı dostlar. Söz verin dostlar 4-cü gün təmizləmə videosu gələcək. Yəni sabah yox olsun. Görək də Allahın köməyini. Görək nə qala bilirik. Təmizləyəcəyik. Hə belə. Sağ olun, salamat qalın. Su qabları da, yaxşı suları var. Belə, təzə aldığım quş budur. Sağ olun, salamat qalın. Let's go!
Video beğenip kanalıma abone olmayı unutmayın. 45 aboneye çok sağ olun abone olduğunuza göre. Minnettarım. Var olun. Sağ olun. Sağlık kalın.